Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel mursalin. Nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Rabbi şrahli sadri ve yessirli emri. Vahlul uqdeten min lisani yefqahu qavli. Allahümme allimna ma yenfa'una ve enfa'na bima allamtana ve zidna ilma. Amma ba'd. Esselamu aleykum və rəhmətullahi və barakatuhu. Hər birinizi Allahın salamı ilə salamlayıram. Və Allahdan, uca Rəbbimizdən istəyirəm ki, Allah Azza və Cəllə bu məclisimizi bərəkətli və xeyirli eləsin və bizi onun dinində öyrənib, əməl edən və hidayət üzərində sabit qalıb, müsəlman kimi ölən qullarını eləsin. Və bugünkü mövzumuz ruqiyyə haqqındadır, şəri ruqiyyə. Və biz keçən dərs artıq bir dərs götürmüşük bu barədə. Ruqiyyənin tərifi haqqında danışdıq və dedik ki, ruqiyyə şəriətdə gələn dualar vasitəsilə insanın xəstəliklərinin müalicə olunmasıdır. Məsələn, qızdırma, həsəddən, gözdəymədən, məs, yəni cinin toxunmasından və s. Və ruqiyyənin İbn Həcər rəhməhullah daha ümumi tərif deyir ki, kələmun yüstəşfə bihi min kulli arid. Yəni, hər bir xəstəlikdən şəfa tələb etmək üçün istifadə olunan kəlam, söz. Yəni, bu ruqiyyədir. Və ruqiyyəni hər kəs eləməlidir, hər kəs bacarmalıdır. Çox əfsuslar olsun ki, bu məsələdə insanlar qafildilər və xüsusən də insanlar bu məsələdə şeytanın hilələrinə, toruna düşüblər. Və şeytan da bu məsələdə insanlardan istifadə eləyir. Görürsən ki, insanlar gedirlər, şəriətin icazə vermədiyi şəkildə bəzi yalancı, fırıldaqçı insanlara musallat olurlar və onlar da onları soyurlar, aldadırlar. Onları şirkə salırlar və şirki təbliğ eləyərək, günahları təbliğ eləyərək onları güya ki, öz aləmlərində müalicə edirlər. Və həmçində qardaşların özləri görürsən ki, bu məsələdə öz ailələrində, öz övladlarında bu şeyi tətbiq eləməyi bacarmırlar. Ona görə də yəni, bunu hər kəs bacarmalıdır. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm həm özünü, həm əhl-i beytini, həm sahabələrini ruqiyyə eləyərdi və bunu insanlara öyrədərdi. Və biz keçən dəfə ruqiyyənin həm cəmiyyət arasında, həm də fərd olaraq tək-tək insanlara necə böyük təsirini, xeyirləri haqqında danışdıq və bu barədə artıq 5 mövzu haqqında danışdıq. Və birincisi dedik ki, şəri ruqiyyə İslamda əzəmətli ibadətlərdəndir, böyük əməllərdəndir və peyğəmbərlərin, salihlərin yoludur bu. Necə ki, İsa aleyhissalam bunu eləyib və bizim peyğəmbərimiz sallallahu aleyhi ve səlləm bunu eləyib. Necə ki, keçən dəfə hədis danışdıq ki, peyğəmbər sallallahu aleyhi ve səlləm əgər öz, belə deyək də, bədənində ağrı hiss eləyirdisə, İxlas, Fələq, Nəs surələri ilə üfürüb özünü müalicə eləyərdi və artıq elə bir xəstəliyə çatır ki, Allah Rəsulü sallallahu aleyhi ve səlləm o xəstəlikdə artıq tərpənə bilmir, son anları olur. Onda Ayşə radiyallahu anhə onu müalicə eləyirdi. Və keçən dəfə biz ruqiyyə haqqında, iki ruqiyyə dualar haqqında keçdik. Birincisi, Bismillah yubrik və min kulli dəin yəşvik və min kulli həsidin və min kulli şərri həsidin izə həsəd və min kulli zi aynin. Orada deyirsən ki, Bismillah yubrik, yəni hər bir xəstəliyin şərindən, həsəd edənin şərindən və gözdəymənin şərindən yəni müalicə istəyirsən Allahdan, şəfa istəyirsən Allahdan. Və ikincisi də ki, əzhibil bəs rabbən nəs əntə şəfi lə şəfi illə ənt. Ey aləmlərin, yəni insanların Rəbbi olan Allah, xəstəliyi apar, ağrını apar. Həqiqətən sən şəfisən və səndən başqa şəfa edən yoxdur. Və sonra ikinci məsələ, bunlar yəni sünnədə olan dəlillərdir ruqiyyə haqqında. Və ikinci şəri dəlillərdən dedik ki, ruqiyyənin faydalarından nədir? Ruqiyyə insan üçün sanki möhkəm bir qaladır və sehirdən, gözdəymədən, dəccalların şərindən insan üçün bir qaladır. Bugün dəhşətli yayılıb, yəni insanlar, ailələr
bu şeydə çox əziyyət çəkirlər. İnsanlar bu şeydə çox əziyyət çəkirlər. Ona görə insan gərək ruqiyyəni evində özü və ailəsi tətbiq eləsin. Və üçüncü, məzluma yardım eləməkdir. Yəni, baxırsan ki, o qədər ailələr var ki, özləri müraciət edirlər. Nə qədər insanlar var ki, zəng eləyirlər, soruşurlar ki, ailəmdə belə şeylər baş verir. Adamın həqiqətən də baxırsan ki, yazığı da gəlir. Amma görürsən ki, bu bir-iki adamın işi deyil. İnsanlar gəlib, qardaşlar bunu bacarmalıdırlar ki, insanlara öyrətsinlər. Və onlar bundan əziyyət çəkirlər və heç bir həkim şəriətin qoyduğu yoldan qıraq, heç bir həkim, dünyada həkim o şeylər təbii ki, müalicə eləyə bilmir. Onu ancaq Quran və sünnə ilə müalicə eləmək olur. Çünki ona ancaq Quran ayələri təsir edir. Elə olanda. Və bu da, əlhəmdülillah, yəni insanlar bunu bilsinlər və bilmək lazımdır ki, bir məzluma, bir çətinlikdə olana yardım eləmək ən böyük savlardan biridir. İnsan gərək bir qardaşı bir çətinlikdə olarsa, fərqi yoxdur, istər xəstə olsun, istər maddi cəhətdən sıxıntısı olsun, nə olur olsun, onun yardımında olmaq ən böyük əcirləri qazandırır sənə. Necə ki, Peyğəmbər sallallahu aleyhi ve sellem Əbu Hüreyrə radiyallahu anh rəvat edən hədisdə, hədis Müslimdə gəlir, buyurur ki, mən nəffəsə an müminin kurbətən min kurabid dünya, nəffəsallahu anhu kurbətən min kurabi yevmil qiyamə. Kim deyir, bir mümini dünya sıxıntılarından, bir sıxıntıdan aradan qaldırarsa onun sıxıntısını, dünya sıxıntılarından bir sıxıntını ondan götürərsə, Allah da onu qiyamət günün sıxıntısından qurtarar. Subhanallah, fikir verin. Yəni, qiyamət günü kimin sıxıntısı olmayacaq ki? Kimin çətinliyi olmayacaq ki? Və sonra hədisdə davam edir ki, Allah Rəsulu sallallahu aleyhi ve sellem buyurur ki, mən yəssərə alə muhsirin, yəssərə Allah aleyhi fid dünya vəl-əxirə. Kim deyir, çətinlikdə olan üçün asanlaşdırarsa, Allah da dünya və axirətdə onun üçün asanlaşdırar. Və sən istəyirsən ki, dünya və axirətdəki işlərin asanlaşsın, dünya və axirətdə işlərin sıxıntıdan qurtarsın səni, mütləq qardaşlarımın qulluğunda ol, onlara yardım elə. Vallahi, Allah subhanətə dünya işləri asanlaşdıracaq. Bütün dünya sıxıntılardan qaldıracaq. Və həmçində sonra buyurur ki, Vallahu fi avnil abdi mə kənəl abdu fi avni əxihi. Və Allah deyir, bir qul öz qardaşının yardımında olduğu müddətcə Allah da o qulun yardımında olur. Yəni, şərt var da burada. Nədir şərt? Allah subhanətə Allah, sən nə qədər qardaşına yardım edəcəksənsə, Allah da sənin yardımında olacaq. Sən istəyirsən ki, Allahın yardımı səndən kəsilməsin. Allahın yardımı səndən uzaq durmasın, mütləq qardaşının yardımında ol. Ona görə sələflər bu hədisə iman gətirirdilər və onlar hər dəfə qardaşlarının yardımında olurdular. Hər dəfə onlara kömək edirdilər. Hər dəfə onların qulluğunda dururdular və görürdülər ki, bunun necə böyük təsir var. Həmçinin ruqiyyə də belədir. Görürsən, bir qardaşın, bir ev əhli əziyyət çəkirsə, bacarırsansa ged ona yardım elə, onu qurtar o sıxıntıdan. Çünki həqiqətən o böyük sıxıntıdır. Ona görə də Şeyx Hüseyin Rəhməllah deyir ki, müsəlman qardaşını gəlib onu ruqiyyə eləyərsə, bu o xeyirlərdən sayılır ki, o qardaşını o xeyirlərdən, şərlərdən qurtarır. Və dördüncü faydasını gətirmişdik ki, ruqiyyə ən böyük islahdır. Ən böyük insanların arasını düzəltmək üçün səbəbdir. Çünki bilirsiniz ki, sehir iki cürdür. Bir var xəyali sehir, bir də var həqiqi sehir. Və bu, bugün dəhşətli yayılmış şeylərdəndir. Sehirin ancaq müalicəsi Quranlandır və yaxud da sünnə ilədir. Heç bir dünyavi dərman ona təsir edə bilmir. Mümkün deyil ki, təsir etsin. Və sehiri də Harut və Marut adını iki mələk gətirib yer üzərinə. Babilistana gətirib və o imtihan üçün gətirmişdilər. Və onlar insanlara bu sehiri öyrətməmişdən qabaq deyirlər ki, sən gəl bunu öyrənmə, bu bir küfürdür. Bunu eləmə. Bu da şeytanlardan yardım diləməklə müəyyən insanlara əziyyət verməkdir. Və xüsusən də ailələri dağıdır bu. Onun adı nədir? Sarf və atıfdır. Əsas ən çox yayılan növlərindən biri sarf və atıfdır. Sarf nədir? Ailəni bir-birindən ayırmaq. Baxırsan ki, ərlə arvad bir an içində bir-birlərini nifrət edirlər. Yaxın durmurlar bir-birlərinə. Sanki elə bir iki düşməndir. Və yaxud da ki, atıf da nədir? Elə bağlayır bir-birinə zövcü ilə əri ki, heç kəsi görmür onun gözü. Bu sehrin növləridir. Və bunu da ancaq sən Quran və sünnə ilə düzəldə bilirsən. Və bu da Bəqərə surəsinin 102-ci ayəsində Allah Subhanahu bu barədə danışır ki, Allah Subhanahu deyir ki, "Və yuallimunən-nase sihra", onlar deyir, yəni ki, insanlara sehri öyrətdilər, yəhudilər sehri öyrəndilər o Harut və Marutdan. "Yufarriquna bihi beynəl-mər'i və zawci", yəni qadınla kişinin arasını ayırmaq üçün. "Və ma hum bidarrina illə biiznillah", yəni onlar Allahın izni olmadan
heç kəsə zərər verə bilməzlər. Ona görə insan bunu biləndə nə qədər ailələrin dağılmasının qarşısını alır. İslahdır bu. Və insan gərək çalışsın ki, bu şeyləri öyrənib və öz ailəsinə tətbiq eləsin və öz ailəsini bu şeylərdən qorusun. Və 5-ci də faydalarından keçən dəfə gətirdik ki, bu gözəl bir dəvətdir. Sehr olunan ailəyə, sehr olunan insana ən gözəl dəvət növüdür ki, onu dəvət eləyəsən. Gedəsən birinci onu dəvət eləyəsən İslama, müalicə eləyib onu namaza, islaha yönəldəsən. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm sünnəti bu idi. Bir xəstə adamın yanına getdiyi zaman o xəstə adamı birinci Allahın dininə dəvət eləyirdi. O xəstə adamı birinci müalicə eləməmişdən qabaq Allahın dinini ona öyrədirdi. Necə ki, Yahudini dəvət eləyir, qulluqçusunu, Yahudi sonanları olur uşağın və İslamı qəbul eləyib ölür Yahudi. Və bunu ilə da Allah Rasulü sallallahu əleyhi və səlləm deyir ki, "Elhamdülillahillazi enqazehu minən-nar." Allaha onu cəhənnəmdən qurtaran Allah həmd olsun. Və bununla bildirir ki, hidayət kimin əlindədir? Yalnız Allahın əlindədir. Yəni Allah onu qurtardı cəhənnəmdən. Hətta Peyğəmbər sallallahu əleyhi və səlləm insanları hidayət eləyə bilməz. Hidayət yalnız Allahın əlindədir. Və bu şeylər ruqiyyənin böyük faydalarıdır. Görsən ki, bəzən insanlar gedirlər, ruqiyyə eləyirlər, bəzi qardaşlarımız, amma dəvət eləmirlər. Bu yaxşı şey deyil. İnsan birinci növbədə o ailəni dəvət eləməlidir. O ailəni birinci növbədə şirkin torundan və həmçinin də şeytanın torundan çıxardıb tövhidə dəvət eləmək lazımdır. Bir insan Allahı tanıyandan sonra, bir insan Allahı layiqincə biləndən sonra, vallahi ona heç bir şey təsir edə bilməz. Heç bir şər şey Allahın izni olmadan ona heç bir şey təsir edə bilməz. Hətta bəzən olur ki, insan heç Quran ayəsi oxumamışdan qabaq, cin onu tərk edib çıxır gedir. Onun tövhidi o qədər güclənir ki, onu dəvət edirsən, o insan o qədər tövhidi güclənir ki, iman gətirir ki, cin tövbə edib çıxıb gedir və yaxud da ki, qaçır. Bu da çox önəmli məsələdir. Ona görə də insan gərək bu şeylərdə diqqətli olsun. Və dedik ki, sehrin də iki növü var. Xəyali sehr var, bir də həqiqi sehr var. Xəyali sehr bu bizim məşhur dildə fokus eləyəndən sehridir. Baxırsan ki, papaqdan dovşan çıxardır və yaxud da ki, əskinatorlar oradan göyərçin çıxardır. Bu xəyali sehirdir. 1-2 dəqiqə gözlə orada, görəcəksən ki, yenə o elə ipə döndü. İnsanın gözlərini alladır o. Necə ki, Musa əleyhissalam ayəsində necə gəlir? İnsanların deyik, gözlərini sehirlədi və insanların qəlbi qorxuya saldı və əzəmətli bir sehir göstərdilər onlar. Lakin Musa əleyhissalamın isə sehri sehir deyildi. Onun etdiyi əməl sehir deyildi. O, bir zatın digər zata çevrilməsi idi. Bir əşyanın həqiqi ilana çevrilməsi idi. O sehir deyildi. Ona görə sehirbazlar ona görə iman gətirdilər. Sehirbazlar bilirlər ki, bu sehir deyil. Artıq həqiqətən Musanın əsası ilana çevrildi. Amma sehirbazların taxtası isə taxta idi. Taxta olaraq qalırdı. Onlar sadəcə insanların gözünü allatmışlar. Bir də var həqiqi sehir. O isə artıq sehirdir. Bu cadudur deyirlər bizdə. O da xəstəliklər yaradır insanda. İnsanda ölüm əmələ gətirir. Bir çox fəsadlar əmələ gətirir. Və onu dedik ki, bunun da müalicəsi ancaq şəri ruqiyyə iləndir. Və 6-cı bugün götürəcəyimiz mövzular 6-cı mövzu nədir? Şəri ruqiyyə insanın səhhətini qoruyan, ona sağlamlıq bəxş eləyən və onu şeytanın və sehrin, gözdəymənin və həsədin şərindən qoruyan ən böyük əməllərdəndir. Və təavvüzət deyirlər buna. İxlas, Fələq, Nas, əsasən İxlas və Fələq və Nəs surələri. Bu zikirlər insan üçün sanki qalxandır. Heç bir müsəlman gərək bu zikirləri tərk eləməsin. İstər bunlar gəlib müsəlman qalasında var, hər biriniz bilirsiniz, səhər-axşam zikirlərində. Bir də yatanda əlləvə üfürüb 3 dəfə bədənvə sürtüb yatırsan. Bunlar çox əzəmətli faydaları var. İnsan üçün sanki böyük bir qalxandır bu. Möhkəm bir qaladır. İnsanı bütün o, belə deyək də, cinlərin, həşəratların və bütün məxluqatın şərindən qoruyan bir əməldir. Necə ki, Abdullah İbni Xubeyb radiyallahu deyir ki, biz deyir, yağışlı bir gecədə, zülmət bir gecədə deyir, bir dəfə səfərə çıxmışdıq, yol gedirdik deyir. Və Peyğəmbər sallallahu əleyhi və səlləmlə bərabər idik və onu axtarırdıq ki, o bizə namaz qıldırsın. Və onu deyir, tapdığımız zaman o bizə dedi, namaz qılmısınızmı? Biz də dedik ki, biz ona heç nə demədik. Və sonra bizə dedi ki, oxu. Sonra o mənə dedi ki, oxu. Allah Resulü mənə dedi ki, oxu. Və mən heç bir şey oxumadım. Sonra yenə mənə dedi ki, oxu. Və yenə də oxumadım və 3-cü dəfə mənə dediyi zaman oxu. Mən dedim ki, ey Allahın Resulü, nə oxuyum? Onda Peyğəmbər sallallahu əleyhi və səlləm dedi ki, qul huvallahu əhəd,
vel muavvizateyni hine tumsi və hine tusbihu. Deyir ki, Qul huvallahu əhədi, Fələq və İxlas surəsini axşama çıxdığın zaman və yaxud da səhərə çıxdığın zaman 3 dəfə oxu. Bu sənə deyir, hər bir şeydən kifayət eləyər. Yəni, bu onu göstərir ki, yəni, bu şey insana hər bir şərdən kifayət eləyir. Və başqa bir hədisdə, bu nə idi? İxlas, Fələq, Nəs surələri. Buna dəlil idi. İkinci, Ubey ibn Kəb radiyallahu-dan gələn hədisdə deyir ki, mənim bir dənə deyir, buğda saxlamaq üçün yerim var idi, deyir, sanki ambar kimi. Xurma saxlamaq üçün bir yerim var idi, deyir. Və deyir, mən oranı, həmin Ubey ibn Kəb oranı diqqətdə saxlayır, daima onu qoruyurdu. Lakin deyir, gəlib görürdü ki, xurmalar azalır. Xurmalar azalır. Və başlayır oranın keşiyini çəkməyə, güdür. Görüm, bunu kim götürür oradan? Və bir gün orada deyir, bir yetkinlik yaşına çatmış heyvana bənzəyən bir oğlan uşağı görür. Bu, yəni ki, görən görüb bunu. Bunlar insanların qabağına çıxan şeylərdir. Cinlərin formalarındandır bu. Və deyir, ona salam verir, o da onun salamını qaytarır. Və mən ona dedim ki, sən kimsən? Cinsən yoxsa insan? Təbii ki, sahabi idi və cinlər haqqında Allah ona məlumat vermişdi. Və o da dedi ki, mən cinəm. Və o, onun əlini tələb eləyir və bilir ki, onların əli it əlinə oxşayır. Və bədənləri tüklü olur. Həqiqətən, o onun əlini uzatdığı zaman sahabə görür ki, onun bədəni tüksündədir. Və əlləri it əlinə oxşayır, caynaqları var. Və deyir, bu cinlərin deyir, belə yaradılıq forması cinlərin belədir, deyir. Və deyir, və cinlər də deyir, bilir ki, həmin cin danışır. Cinlər deyir, bilir ki, deyir, mən onların içində ən güclülərindənəm və onların içində ən güclüləri olur, ən qüvvətliləri olur. Onları fərqlənirlər. Məsələn, ifritlər, bugünlər biz qız uşaqlarını deyirik, ifritlər, bu olmaz, elə şeylər demək olmaz. İfritlər cinlərin içində ən güclü cinlər olurlar, demək olar ki. Necə ki, Süleyman sənin vaxtında o taxtı deyir ki, sən oturub qalxınca mən onu sənin üçün uzaq bir məsafədən sənin yanıma gətirəcəm. Onların güclülərindəndir. Və bu da onların güclülərindən olur. Və Ubey ona deyir ki, səni bura gətirən nədir? Fikir ver. Yəni, səni bura gətirən əməl nə əməldir? Və Ubey, həmin cin də deyir ki, bizə çatıb ki, sən deyir, sədəqə verməyə xoşlayırsan. Yəni, bu xurmalardan götürsən, insanlara sədəqə versən və deyir, istədik ki, sənə zərər verək, sənin yeməyinə zərər verək. Osman xəbisdir də, istəmir ki, insanlar sədəqə versinlər, insanları pis yerdən çəkindirir. Və Ubey ondan soruşur ki, sizdən qorunmaq üçün nə var? Mənə deyə bilərsən. O da deyir ki, Ayət-ül Kursi. Subhanallah. Və o da gecə açılan kimi təbii ki, ona inanmaq olmaz. Xəbisdir o yalancıdır. Və gəlir Peyğəmbər sallallahu aleyhi ve sellem yanına Ubey ibn Kəb radiyallahu və soruşur ondan bu məsələ haqqında. Və Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, sadəqal xabis. Xəbis düz dedi. Baxmayaraq ki, yalancı da olar, lakin o düzdür. Bəli, Ayət-ül Kursi həqiqətən insanı onlardan qoruyan ən böyük, əzəmətli ayələrdəndir və Quran-ı Kərimdə ən əzəmətli ayədir və onu da gecə vaxtı, namazdan sonra və səhər axşam zikirlərində oxumaq lazımdır. Və həmçinin də Əbu Hüreyrə radiyallahu-dan gələn hədisdə bir kişi Peyğəmbər sallallahu aleyhi ve sellem yanına gəlir və deyir ki, ey Allahın Rəsulu, məni axşam əqrəb sancıb. Və Allah Rəsulü sallallahu aleyhi ve sellem ona deyir ki, əmə ləv qultə, nə olar, kaş ki sən deyərdin, hinə əmsəyt, axşama çıxdığın zaman ki, əuzu bi kəlmətilləhi təmmət min şərri mə xaləq, ləm yadurrak. Yəni deyir, əgər sən axşama çıxdığın zaman desəydin ki, bu zikri, əuzu bi kəlmətilləhi təmmət min şərri mə xaləq, yəni yaratdıqlarının şərrindən Allahın tam kəlmələrinə sığınıram. Bu zikri açan deyirsən, axşama çıxdığın zaman 3 dəfə. Deyir, sənə heç bir şey zərər verməzdi. Yəni bu zikri də həqiqətən insan səfərdə olduğu zaman, ümumiyyətlə axşama çıxdığı zaman bu zikri demək, yəni sünnə əməllərdəndir. Və başqa bir hədisdə, Osman radiyallahu-dan gələn hədisdə, Peyğəmbər sallallahu aleyhi ve sellem eşitdim ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə dedi. Kim desə ki, Peyğəmbər dedi ki, mən qalə, kim desə ki, Bismillahilləzi la yadurru mə'a ismihi şeyun fil ardı və la fis səmai və huvəs səmi'ul alim thələsə mərratin.
Kimdir gün ərzində 3 dəfə deyərsə ki, Allahın adıyla, hansı ki onun adı çəkildiyi zaman heç bir şey, yəni yerdə və göydə olan heç bir şey insana zərər verə bilməz. Deyir, o deyir bunu səhər deyərsə, axşam deyərsə, səhərə qədər, yəni ona heç bir şey təsir etməz və axşam da səhər də deyərsə, axşama qədər ona heç bir müsibət bəla üz verməz. Və bu da əzəmətli zikirlərdən. Hətta şeyxlərdən biri deyir ki, bir dəfə deyir, xəstələnmişdi şeyx və şeyx dərs keçdiyi zaman tələbələrinə deyir ki, kim bunu deyərsə, axşama qədər ona xəstəlik zad üz verməz. Şeyxin vəziyyəti yaxşı deyildi o an. Və tələbələrindən biri deyir ki, şeyx, bəs sən niyə xəstələnmirsən? Demirsən axı bunu. Şeyx deyir, bugün unutturuldu mən o zikir. Deyə bilməmişdim bir səhər sonra deyir. Yəni, bəzən inşallah bunlar keçəcəyik biz qabaqda. Yəni, bəzən insan, bu ümumi səbəblərdir. Səbəblərdir, amma Allah Subhanahu istədiyini istədiyi kimi xəstələndirə bilir. Amma bu, insan üçün ən böyük səbəblərdəndir ki, insan bunu dediyi zaman insan qorunur. Qorunur. Və burada bir dənə şeyx burada qəşəng bir fayda gətirir. Ümumiyyətlə, ruqiyyə asan edilir. Ruqiyyə asan edilir. Bəladan qabaq yoxsa bəladan sonra, müsibətdən sonra? Müsibətdən sonra edilir çox var ruqiyyə. Çünki insan xəstəlik toxunur və sonra sən gəlib onu ruqiyyə edirsən. Amma səhər-axşam zikirləri göstərir ki, insan, bu da səhər-axşam zikirlərdə, ümumiyyətlə, Allaha sığınma xəstəliklərdən, bunlar da ruqiyyədən sayılır ki, və bunlar da bəla gəlməmişdən qabaq, müsibət gəlməmişdən qabaq Allaha sığınmaqdır. Necə ki, İbnül Arabi rəhməllah deyir ki, bu məsələdə doğru olan budur ki, Peyğəmbər sallallahu aleyhi ve sellem bəla nazil olmamışdan qabaq ruqiyyə edərdi və bəlanın enməsindən qorunmaq üçün Allaha sığınardı. Ona görə səhər-axşam zikirləri də, yəni bəladan qabaq insanın özü üçün Allahdan istədiyi zikirlərdir. Bu zikirləri eləmək lazımdır. Bir çox qardaşlar səhər-axşam zikirlərini eləmirlər. Yatanda zikirləri eləmirlər. Qardaşlar, telefonda var, müsəlman qalasında var. Yəni, bunları eləyin. Bunlar böyük faydadır insan üçün. İnsanın evini qoruyur, insanın özünü qoruyur, ailəsini qoruyur. Uşaqlarınıza bunları öyrədin. Uşaqlarınıza bunları ən azından heç olmasa zikirləri öyrədin. Bu şeylər çox önəmli məsələlər. Necə ki, İmam Buxarinin Bəbun nəfsi fir-ruqiyyə, ruqiyyə zamanı suya üfürüb oxumaq babında gətirir ki, deməli, Ayşə radiyallahu anhə deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm yatmamışdan qabaq, Peyğəmbər sallallahu aleyhi və səlləm deyir, əgər yatağına girərdisə deyir, əllərinə 3 dəfə üfürərdi və ələnsik və üfürəndən sonra deyir, İxlas surəsini və Fələq-Nəs surələrini oxuyardı və birinci üzünə, sonra isə bədəninin əli çatdığı bütün yerlərinə sürtərdi. 3 dəfə də bunu davam eləyərdi. Bu 6-cı məsələdir ki, ruqiyyənin faydası. 7-ci məsələ, ruqiyyə etmək bütün xəstəliklərə şəfadır. Yəni, bəzi insanlar, şeyx deyir ki, bəzi insanlar elə zənn eləyirlər ki, Quranla müalicə ancaq cin toxunmağa, sehirə və yaxud da göz və həsəd üçün müalicədir. Əksinə deyir, bu deyir, bütün xəstəliyin növlərinə şəfadır, deyir Quran. Ruqiyyə, yəni şəri ruqiyyə. İstər bədəndə olan xəstəliklər olsun, istər nəfsdə, istər ruhi xəstəliklər və istər də ağlı xəstəliklər. Yəni, ağlın getməsi. Bunlara insan tətbiq eləməlidir. Biz keçən dəfə keçdik bir hədisdə ki, bir insanı hətta qəbilədə zəncirlə bağlamışdılar. Onu gətirirlər, sahabə onu səhv eləmirsə orada 3 gün keçir. 3 gün səhər axşam ona Fatihə oxuyur və sonuncu gün artıq insan deyir, adi adam kimi artıq şəfa tapır. Ona insan gərək tətbiq eləsin bunu, oxusun. Necə ki, Allah Subhanahu taala Quran-ı Kərimdə buyurur ki, və nunəzzilu minəl Qur'ani mə huvə şifəun və rəhmətun lil mu'minin və la yazidu zaliminə illə xəsəra. Biz Quranda möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil etdik. Bu ayələr zalimların ancaq ziyanını artırır. Fikir verin, qardaşlar. Allah Quran-ı Kərimdə Quranı adlandırdı. Şəfa. Amma heç bir dərman şəfa deyil. Hər bir dərman səbəbdir. Amma Quran şəfadır, mütləq şəfadır. Əgər insan Allahın istədiyi kimi Quranı tətbiq eləyərsə özünə, əgər o xəstəlikdən ölüm ona yazılmayıbsa, o xəstəlikdən mütləq Quran ona şəfa verəcək. Quran şəfadır. Çünki Allah Subhanahu taala, biz inşallah qabaqda keçəcəyik, elə bir xəstəlik endirməyib ki, onun dərmanını da endirməsin.
və onun yalnız iki şeydən başqa, ölüm və qocalıq. Və Quran da şəfadır. Hər bir xəstəliyin şəfasıdır. Ona görə insan Quranla mütləq müalicə eləməlidir. Özünü, ailəsini, tibbi dərmanlar da istifadə edib, amma ruqiyyəni tətbiq eləməklə. Qoy ikisinin faydası daha çox olsun. Ona görə başqa bir ayda Allah Subhanahu taala buyurur ki: "Ya eyyuhən-nas, ey insanlar." Bax fikir ver, burada müraciət bütün insanlaradır. "Qad ca'atkum mev'izatun min rabbikum və şifaa'un lima fi's-sudur." Ey insanlar, Rəbbinizdən sizə bir öyüd nəsihət, sinələrdə olana bir şəfa olan Quran gəlmişdir. Quran və möminlər və ümumiyyətlə bütün insanlar üçün şəfadır. Və İmam İbn Qayyim rəhməhullah Miftah Dərs kitabında deyir ki, bu kitab deyir, yəni hansı kitab? Quran-ı Kərim. Bu kitab deyir, şəfadır deyir. Əzəmətli deyir, Allahın kitabı deyir. Bu Allahın kitabı deyir, çox faydalı bir şəfadır deyir. Və bunda deyir, əzəmətli şəfa var. Nə azdır deyir, bununla müalicə eləyənlər özlərini, nə azdır. Əksinə deyir, zalimların deyir, o əxlaqsızların deyir, daha da əxlaqsızlığını artırır Quran. Onu eşitdikləri zaman deyir. Zalimların da deyir, ziyanını artırır onlarda deyir. Həqiqətən, insanların çoxsu Quranı eşidəndə daha da onu istehza edirlər. Daha da ona qarşı. Amma halbuki Quran onların nur kitabıdır. İnsan bilsə ki, Quranda nə qədər şəfa var, nə qədər böyük şəfa var Quran-ı Kərimdə, insan ondan heç vaxt əl çəkməz. Sadəcə şeytan onları azdırır, onları aldadır. Allah Subhanahu taala Quran-ı Kərimi asanlaşdırıb. Quranın ayələri aləmlərin Rəbbinin sözləridir. Quran məxluq deyil. Quran Allahın kəlamıdır. Allah Subhanahu taala Quranı asanlaşdırmasaydı, heç bir insan övladı Qurana qulaq asa bilməzdi. Onun ağırlığına dözə bilməzdi. Quran endiyi zaman mələklər qorxurlar, titriyirlər. Və hətta Cəbrail sallallahu soruşurlar ki, Allah nə dedi? O isə deyir ki, Allah haqqı deyir. Və o sonra Peyğəmbər sallallahu aleyhi ve sellem Quranı indirdiyi zaman bəzən dəvənin qışları yarıya kimi quma batardı. Hətta Peyğəmbər sallallahu aleyhi ve sellem bəzi sahabələrin yanında olduğu zaman bir sahabənin ayağının üstündə olanda qıçı sınmışdı az qalsın sahabənin, onun ağırlığından. Lakin Quranın insanlar dəyər qiymətini az bilirlər. Çox heyfsizlər olsun ki. Quran möminlər üçün şəfadır. Möminlərin qəlblərinə şəfadır Quran. Quranı tez oxumaq lazımdır. Qurandan ayrılmaq olmaz. Quran insanı heç vaxt qoymur ki, assın. Quran bir nurdur. Həm qəlbə, həm də ki, xəstəliklərə. Ona İbn Qayyim rəhməhullah deyir ki, insanların çoxsunun zalımlığını artırır. Və həmsə deyir ki, insan əgər Allahın zikrinə yönələrsə və ona tərəf üst tutarsa, Allaha dönərsə və namazlarına bağlanarsa, deyir, nə qədər deyir, bu şeylər deyir, nə qədər xəstənin şəfa verib xəstəyə, nə qədər deyir, xəstələr bundan sağalıblar deyir. Qurana bağlanmaq bir çox deyir, dərmanların yerini tutur, onların əvəzini verir deyir. Hətta deyir, amma görürsən ki, çox insan deyir, hətta onların çoxu belə bundan, bu Qurandan şəfa payları yoxdur. Qaçırlar başqa-başqa şeylərə. Hətta deyir ki, hətta bir çox dərmanlar şəfa baxımından Allahın kitabının verdiyi faydaya yaxın deyil. Ona insan gərək Quran-ı Kərimə bağlanmalıdır. Və sahabələr bu şeydə həqiqətən Allahın kitabına çox bağlanırlar. Necə ki, burada şeyx hədis gətirir, Əbi Səid radiyallahu anh gətirir ki, deyir, sahabələrdən bir dəstə gedirlər bir gün deyir, Peyğəmbər sallallahu aleyhi ve sellem sahabələrindən bir dəstə səfərdə olduqları zaman, onlar bir yerə səfər edirlər, hətta gəlirlər bir qəbilənin yanına, Ərəb qəbiləsinin yanına və onlara deyirlər ki, bizi qonaq saxlayın da, bu gecəlik bizə qonaqlıq verin, qonaq saxlayın və onlar da onlara qonaqlıq verməkdən üst çevirirlər. Və bu qəbilənin deyir, başçılarını deyir, əqrəb sancır. Və onlar deyir, ona fayda verən bütün dərmanlardan istifadə edirlər, lakin onu sağalda bilmirlər. Və o qəbilənin adamlarından biri deyir ki, orada deyir, cəmaat var, hansı ki gəliblər, biz onlara qonaqlıq vermədik, onları buraxmadıq. Bəlkə ola bilər ki, onların yanında deyir, şəfa olsun. Və onların yanına gəlirlər, sahabələrin yanına və deyirlər ki, ey toplum, həqiqətən deyir, bizim deyir, ağamızı deyir, seyyidimizi, başçımızı deyir, əqrəb sancıb. Və deyir, nə qədər çalışdıq, deyir, ona fayda verək, ona fayda verə bilmədik. Sizdə deyir, kimsə onu müalicə eləyə bilən varmı? Təbii ki, sahabələr, Allah Rəsulü onlara öyrətmişdi. Onlar bilirdilər ki, Qurandan necə müalicə eləmək lazımdır. Onlar eləyirdilər bunu. Və onlardan biri deyir ki, bəli, vallahi, mən onu ruqiyyə eləyərəm. Lakin deyir, belə deyək də, bizə deyir, bir mükafat verməlisiniz.
Çünki siz bizi deyir, qonaq saxlamadınız. Mən deyir, onu müalicə eləyəcəm və siz də bizə bir mükafat verəcəksiniz. Və bunlar da anlaşırlar və deyirlər ki, bir sürü qoyun sizə verəcək əgər onu müalicə eləsəz. Və o həmin adam gəlir və üfürür onun yarasına və Elhamdülillahi Rabbil aləmin ayələrini, yəni Fatihə surəsini ona oxuyur. Və o həmin adam deyir, sanki ipdən qırılıb açılan adam kimi deyir, qalxır ayağa. Və sanki heç əvvəlki kimi xəstə deyildi. Və o da onlara həmin o şərt kəsdiyi hədiyyəni ödəyir. Və onlardan bəziləri deyir ki, sahabələrdən gəlin bu sürünü aramızda bölək. Və həmin sahabə deyir ki, xeyr, gedək bunu Peyğəmbər sallallahu aleyhi ve sellemə deyək ki, biz buna görə almışıq da bu mükafatı. Görək o nə deyəcək bizə. Və gəlirlər Peyğəmbər sallallahu aleyhi ve sellem yanına və onun haqqında, o məsələ haqqında onu xatırladırlar. Və Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, sən hardan bildin ki, o ruqiyyədir? Yəni, nə? Fatihə surəsi. Sonra buyurur ki, sən deyir, düz eləmişsən, siz düz eləmişsiniz deyir və onu öz aranızda bölün, o mükafatı və mənə də ondan pay verin. Və sonra da gülür Allah Resulü sallallahu aleyhi ve sellem. Və Fatihə surəsinin həqiqətən şəfa vermək üçün ən böyük səbəblərdəndir. Hətta İbn Qeym Rahmanullah Dərd və Dəva kitabında deyir ki, bu deyir, müalicə bu xəstəliyə ən güclü təsir edən xəstəlik müalicələrdəndir. Və hətta deyir, sanki həmin xəstəliyi elə aradan qaldırır ki, sanki o yox olmuş kimi. Və çox asandır və çox rahatdır bununla müalicə eləmək. Fatihə surəsinə gedir söhbət. Və sonra deyir ki, mən deyir, Məkkədə olduğum müddətdə, İbn Qeym Rəhməllah Məkkədə olur. Deyir ki, xəstələndim deyir orada. Və deyir, nə həkim tapdım deyir, nə də ki, dərman. Yox idi, həkimdə dərman da. Və özümü deyir, Fatihə surəsindən müalicə eləməyə başladım. Və onun deyir, çox möcüzəvi, çox qəribə deyir, təsirlərini gördüm deyir. Və sonra deyir, kim ki xəstəlikdən, ağrıdan şikayət eləyirsə, bunu da ona nəsiyyət elirdim, tövsiyə elirdim və bundan deyir, bir çox insanlar müalicə aldılar, yəni ki, şəfa tapdılar. Və sonda şeyx tənbih gətirir burada, mühüm bir tənbih gətirir, yəni diqqət çəkən məsələ. Deyir ki, şəri ruqiyyə ilə deyir, müalicə eləmək o demək deyil ki, deyir, insan deyir, tibbi dərmanlardan da uzaq olsun. Xeyr. İnsan deyir, əgər kim acı çəkirsə, ağrı çəkirsə deyir, o deyir, hər ikisindən istifadə eləməyi Quran və sünnəyə daha uyğundur. Çünki biz bilirik ki, deyir, Peyğəmbər sallallahu aleyhi ve sellem özü ruqiyyə eləyib, ailəsini eləyib və sahabələrini eləyib. Həmçinin də Allah Resulü sallallahu aleyhi ve sellem dünyavi müalicələrlə, yəni dəva dərmanla da tədavi olunmağı, müalicə almağı bizə bildirib. Necə ki, Usame İbni Şərik radiyallahu-dan gələn hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, Tədəvəv ibadallah. Ey Allahın qulları, müalicə alın. Fə innəlləhə ləm yunəzzil dəən illə ənzələ məhu şifə. Allah deyir, elə bir xəstəlik göndərməyib ki, onunla bərabər onun şəfasını endirməsin. İlləl məvtə vəl-həram, yalnız qocalıq və ölümdən başqa. Və bu da onu göstərir ki, insan xəstələndiyi zaman hər ikisi ilə eləməyi daha gözəldir. Lakin İbn Qeym Rəhməllah burada gözəl bir fayda gətirir. Bu, əlavə bir fayda kimi ki, İbn Qeym Rəhməllah deyir ki, əgər insan xəstələndiyi zaman ruqiyyəni tərk eləyib, dəva dərmanla müalicə alarsa, ruqiyyəni eləmərsə, o ayənin altına düşür ki, Allah Subhanahu taala Peyğəmbər sallallahu qiyamət günü şikayət edəcək Rəbbinə ki, ey Rəbbim, qövmüm bu Quranı tərk etdi. Yəni, Quranı tərk eləməyin növlərindən biri də müalicə aldığın zaman Quranı tərk edib yalnız dərmanlarla kifayətlənməyindir. Ona görə də insan gərək hər ikisini tətbiq eləsin ki, şəfası tezləşsin və daha kamil şəkildə müalicə olunsun. Allahdan istəyirəm ki, Allah Subhanahu taala bizə işli faydalananlardan eləsin və bizi düzgün şəkildə Quran və sünnəni tətbiq eləyib yaşamağı müvəffəq eləsin. Düzün Allah bilir və sallallahu nəbiyyə Muhammedin və alə alihi və sahbə ecmaîn.